Salam, axşamınız xeyir olsun. Günün ən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Urmiya Universitetində xüsusi Novruz proqramı keçirilib. Pezeşkiyan yenidən Ustad Şəhriyarın türkçə şeirlərini oxuyub. Türklərin təhqiri hesabına federasiya xəzinəsini doldurmayın. İndiki Ermənistanın ərazisinin 60%-i AXC-nin tərkibində idi. Macarıstan Ermənistana ayrılan hərbi yardımı blokladı. İndi isə daha ətraflı. Azərbaycanın ənənəvi mədəniyyət və ayinlərini yaşatmaq məqsədi ilə Urmiya Universitetində tələbələrin professor müəllim heyətinin Azərbaycan mədəniyyəti ilə maraqlananların iştirakı ilə Novruz bayramı üçün xüsusi proqram keçirilib. Bu mərasimdə fırlanma, bulaqdan su gətirmək, şeir söyləmək və başqa ənənəvi tamaşalar nümayiş etdirilib. Bu proqramlar qədim ayinlərin canlandırılması və mədəni dəyərlərin gənc nəslə ötürülməsi məqsədi ilə həyata keçirilib. Azərbaycan xanəndələri də ənənəvi aşıq alətinin füsunkar sədalarının müşayiəti ilə baharı və Novruzu vəsf edən gözəl şeirlər səsləndirərək mərasimə xüsusi ab-hava verib və bu tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb. Daha sonra Azərbaycan Türk ədəbiyyatı professoru cənab Sobtil Novruz və baharda Azərbaycan xalqının ayin və adət ənənələri haqqında çıxış edərək bu mədəni irsin qorunub saxlanılmasının və yaşadılmasının vacibliyini vurğulayıb. İran prezidenti Məsud Pezeşkiyan dövlət mərasimində bir daha Ustad Şəhriyarın türkçə şeirlərini oxuyub. Mige Heydər baba. Kəndin günü batanda. Güney Azərbaycan vətəndaşları hesab edirlər ki, bu işlər təqdirə layiqdir və müəyyən mənada bəzi tabuların aradan qaldırılmasında müsbət addımdır. Amma unutmaq olmaz ki, İranda məzlum xalqların şeir oxumaqla həlli mümkün olmayan fundamental problemləri var. Məsud Pezeşkiyan bilməlidir ki, İranda məzlum xalqların ona olan etimadı sonsuz deyil. İqtisadi, mədəni, siyasi problemlər və ayrı seçkilik, demokratik azadlıqlar kimi məsələlər İranda məzlum xalqların əsas tələblərindəndir ki, bu da şeir oxumaqla həll edilə bilməz. Ölkədə hakimiyyət və sərvətin ədalətli bölüşdürülməsi, ana dilində təhsil, ekoloji məsələlərə, o cümlədən Urmu gölünə xüsusi diqqət yetirilməsi kimi məsələlər ölkə vətəndaşlarının əksəriyyətinin təməl tələblərindəndir və yerinə yetirilməsə, çatlar və gərginlik daha da dərinləşəcək. Təbriz millət vəkili Əli Rzanovin İdman Nazirliyi və İran Futbol Federasiyasının rəhbərliyinin İran stadionlarında türklərə və traktor futbolçularına qarşı irqçi təhqirlərə qarşı fəaliyyətsizliyini və laqeydliyini tənqid edərək xəbərdarlıq edib. Millət vəkili bildirib, İranda futbolun gələcəyi əxlaqsızlıqla təhdid edilir və bu xəstəliyin müalicə olunmaması gələcək nəslə utanc gətirəcək. Premyer Liqa çempionunun müəyyənləşməsi ərəfəsində Futbol Federasiyasının söyüş və etnik təhqirlər qarşısında fəaliyyətsiz qalması belə halların artmasına gətirib çıxarır. Stadionlarda traktor və digər komandaların oyunçularının səfəri, türklərin və digər etnik qrupların nümayəndələri təhqir edilməməli. Futbol Federasiyası isə bu haldan öz xəzinəsini doldurmaq üçün cərimə vasitəsi kimi istifadə etməklə kifayətlənməməlidir. Yaxşı bilirsiniz ki, futbol aləmində 1 milyardlıq cərimə klub və futbolçular üçün ağır və ya çəkindirici rəqəm deyil. Qeyd edək ki, İran milliyyətçiliyi pərdəsi altında təqdim edilən antitürkçülük və fars irqçiliyi İranda son 100 ildə institutlaşdırılıb və bu ölkədəki türklər dəfələrlə farslar tərəfindən təzyiqlərə və aşağılamalara məruz qalıblar. İran hökuməti isə öz növbəsində sistemli şəkildə irqçiliyi cəmiyyətə aşılamağa davam edir. İranın dərsliklərində, mətbuatında türklər aşağılanır, onların tarixi və kimliyi təhrif edilir. Azərbaycan Xalq Cümhuriyyəti indiki Ermənistan Respublikasının 60%-dən çoxunu əhatə edirdi. Bunu Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan ötən həftə Antalya Diplomatik Forumu çərçivəsində Türkiyə mediasına müsahibəsində deyib.
Erməni nazir bildirib, Azərbaycan Konstitusiyasında deyilir ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyəti mövcud Ermənistanın 60%-dən çoxu üzərində suverenlik iddiasındaydı. Bu problemdir. Əgər konstitusiya mətnləri ilə getsək, bəli, bu problemdir. Amma sülh sazişi bu məsələnin həllini təklif edir. İki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu tərtibat hər iki tərəf üçün məqbul olduğundan biz artıq mətni razılaşdırmışıq. Bu sənəd imzalandıqdan sonra Ermənistan Konstitusiya Məhkəməsindən müsbət rəy alınmalıdır. Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistana əlavə 20 milyon avro qeyri-öldürücü hərbi yardım göstərməsinə mane olub. Ermənistan mediasına isnadən xəbər verir ki, bunu Brüsseldəki diplomatik mənbə bazar ertəsi Avropa İttifaqının Xarici İşlər Nazirlərinin Lüksemburqda keçirilən iclasında deyib. Macarıstanın həmin qərara vetosunda bildirilir. Macarıstan istisna olmaqla bütün Avropa İttifaqı ölkələri Birliyin xarici siyasət rəhbəri Kallasın təklifini dəstəkləyib. Mənbə dünənki danışıqlardan sonra heç bir irəliləyişin əldə olunmadığını bildirib. Qeyd edək ki, ötən ilin iyulunda Ermənistan Avropa İttifaqından ilk dəfə 10 milyon avro dəyərində hərbi yardım alıb. Macarıstan aylardır ki, Azərbaycana da analoji yardımın göstərilməsini tələb edir. Digər bir çox Avropa İttifaqına üzv ölkələrdən fərqli olaraq Macarıstan Qarabağ münaqişəsində Azərbaycanı açıq şəkildə dəstəkləyib. Amerika Federal Aviasiya Administrasiyasının keçmiş podratçısı, İran əsilli 42 yaşlı Abuzər Rəhməti, İran hökumətinin təhlükəsizlik və kəşfiyyat qurumlarının xeyrinə agentlik Amerikaya qarşı fəaliyyət etdiyini etiraf edib. Amerika Ədliyyə Nazirliyinin aprelin 16-sında yaydığı bəyanata görə rəhmətli ən azı 2017-ci ilin dekabrından 2024-cü ilin iyun ayına qədər İran dövlət rəsmiləri və kəşfiyyat agentləri ilə əlaqə saxlayıb. Amerikada sui-qəsd təşkil etmək üçün onlarla birgə plan qurub. Bildirilib ki, Abuzər Rəhməti İran kəşfiyyat orqanlarına əhəmiyyətli məlumatlar ötürmək üçün saxta CV və yalan məlumatlarla podratçı qismində Amerikada işə götürülməyə nail olub. İranlı casus 2017-ci ildə İran təhlükəsizlik xidmətində işləmiş yüksək rütbəli məmurlarla əlaqəyə girdikdən 4 ay sonra İrana səfər edib. Oradan İran Təhlükəsizlik Təşkilatı ilə əməkdaşlıq barədə razılaşdıqdan sonra Amerikaya qayıdıb. Amerikadan günəş enerjisi sənayesi ilə bağlı həssas məlumatları əldə edib və İran hökumətinin rəsmisinə çatdırılıb. Həmçinin bildirilib ki, Abuzər Rəhməti 2009-2010-cu illərdə Sepahda zabit kimi fəaliyyət göstərsə də Amerikaya mühacirət etdikdə bu faktı gizlədib və əlaqədar dövlət qurumlarına məlumat verməyib. Məhkəmə Abuzər Rəhməti barəsində avqustun 26-sında qərar verəcək. Qanuna əsasən onu xarici hökumətin agenti kimi fəaliyyətə görə maksimum 10 il, sui-qəsdə təşəbbüsə görə isə 5 ilə qədər həbs cəzası gözləyir. Abbas Əraqçı Moskvaya səfəri zamanı Tehranın nüvə məsələlərində Rusiya ilə sıx məsləhətləşmələrini davam etdirdiyini bildirib. Biz həmişə Rus dostlarımızla nüvə məsələlərində yaxından məsləhətləşmişik. Biz həm keçmişdə, həm də indi Rusiya və Çinlə mövqelərimizi əlaqələndirmişik, deyə Abbas Əraqçı bildirib. Əraqçı qeyd edib ki, səfərin əsas məqsədi Əli Xameyninin məktubunu Rusiya prezidenti Vladimir Putinə çatdırmaq olub. Ancaq səfər Amerika ilə danışıqlar da daxil olmaqla son hadisələrlə üst-üstə düşüb. Onun sözlərinə görə Rusiya rəsmiləri ilə müzakirələr ikitərəfli iqtisadi və siyasi layihələrlə yanaşı İsrail, Qərbi Asiyada təhlükələr və Ukraynadakı müharibə kimi regional problemləri də əhatə edəcək. Rusiya bir tərəfdən Amerika ilə danışıqlarda vaxt uzatmaqla məşğul ikən, digər yandan da cəbhədə hücumlarını çoxaldır. Bundan əvvəl Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski Rusiya hücumlarının intensivliyinin 2 dəfə artdığını bəyan edib. Ukrayna baş qərargahının məlumatına görə ötən gün cəbhədə 125 toqquşma olub. Ruslar ən çox 4 istiqamətdə Liman, Toretsk, Pokrovsk, Novopavlovsk istiqamətində hücum ediblər. Ancaq Ukrayna silahlı qüvvələri Rusiyanın hücumlarını dəf edir. Bildirilir ki, Kursk istiqamətində müəyyən ərazilər hələ də Ukraynanın nəzarətindədir. Burada bir gündə 14 hərbi toqquşma baş verib. Rusiya ordusu 23 hava hücumu həyata keçirib. 37 idarə olunan hava bombası atıb və 17-si çoxsaylı raket sistemlərindən olmaqla 413 artilleriya hücumu həyata keçirilib. Lakin Ukrayna qoşunlarını bu ərazidən çıxarmaq mümkün olmur.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin aprelin 15-də keçirilən toplantısında Suriyada qeyri-sabitlik yaratmağa çalışan İrana xəbərdarlıq edib. Türkiyə portalı Haber 7 təhlilində prezidentin İrana yönəlik olduğunu bildirdiyi bu mesajına yer verir. Bəzi aktorlar Suriya məsələsində Türkiyənin səbrini sınamaq əvəzinə dostluğun qiymətini bilməli, ritorika və siyasətlərini buna uyğun tənzimləməli, təşkilat kimi deyil, dövlət kimi davranmalıdır. Bunu açıq deyirəm. Kim Suriyanın davamlı sülh və sabitliyə nail olmasına mane olarsa, Suriya hökuməti ilə yanaşı bizi də qarşısında görəcək. Məqalədə bundan sonra Tehrandan gələn bir açıqlamaya diqqət çəkilir. Bu sözləri öz yerində qoymaq üçün Tehranın bir bəyanatına baxaq. İran Xarici İşlər Naziri Abbas Əraqçı İran-Amerika danışıqlarına konstruktiv dəstəyinə görə Türkiyəyə təşəkkür elədi. Anlaşılan budur ki, Amerika, İsrail və İran üçbucağında böyüyən nüvə gərginliyinin qaynar münaqişəyə çevrilməsi üçün Türkiyə vasitəçilik təşəbbüsü ilə hərəkət edərək İrana hərbi müdaxilə etməməyə tövsiyə edib. Bu açıqlamaların verdiyi gün Xarici İşlər Naziri Hakan Fidan Amerikalı həmkarı Rubio ilə telefon danışığı aparıb. Nəticədə Ərdoğanın ad çəkmədən verdiyi açıqlamanın İrana yönəlik olduğu bəlli olur. Ankaranın İsrail və ABŞ ilə mümkün münaqişənin qarşısını almaq üçün göstərdiyi təşəbbüsü dolayısıyla xatırladan Prezident Ərdoğan bunun müqabilində İranı Suriyada sülh və sabitliyi pozacaq addımları dayandırmağa çağırır. Rusiya ordusu Şimali Koreyanın artilleriya sursatlarından çox asılıdır. Bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun analitikləri məlumat verib. Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi Reuters agentliyinə bildirib ki, Şimali Koreya 2023-cü ilin ortalarından bəri Rusiyaya 3 milyon artilleriya mərmisi və qeyri-müəyyən sayda minaatan mərmisi verib. Rusiyanın bütün artilleriya mərmilərinin yarısı Şimali Koreyadan gəlir. Hərbi kəşfiyyat həmçinin bildirib ki, Şimali Koreya 2025-ci ilin yanvarına kimi Rusiya 148 KN-23 və KN-24 ballistik raketləri təhvil verib. Reuters yazır ki, 2023-cü ilin sentyabrından 2025-ci ilin martına qədər Şimali Koreyadan Rusiya milyonlarla artilleriya mərmisi olan 16 min konteynerdən ibarət 64 daşınma həyata keçirilib. Səudiyyə Ərəbistanının Müdafiə naziri Xalid bin Salman bugün Tehrana səfər edərək İran rəsmiləri ilə görüşəcək. Bu barədə Səudiyyə mediası məlumat yayıb. Bu, iki ölkə arasında münasibətlərin 7 il kəsilməsindən və 2023-cü ilin yazından əlaqələrin bərpasından sonra Səudiyyə Ərəbistanı rəsmilərinin İrana ilk yüksək səviyyəli səfəridir. Səudiyyə Ərəbistanının Müdafiə nazirinin Tehrana səfəri zamanı İranın yüksək rütbəli hərbi və siyasi rəsmiləri, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bağiri ilə görüşü gözlənilir. Məlumata görə, hər səfər zamanı Qəzzadakı müharibə, Suriya, Lübnan, Yəmən və İraqdakı vəziyyət, həmçinin İran körfəzi regionunda təhlükəsizlik sahəsində əməkdaşlıq və sabitlik də daxil olmaqla geniş spektrli regional məsələlər müzakirə olunacaq. Tehranın evin həbsxanasında məhbuslarla həbsxana nəzarətçiləri arasında qarşıdurma olub. Bu barədə xəbər verən İnsan Haqları Təşkilatlarının məlumatına görə qarşıdurma həbsxananın 4-cü bölməsində saxlanan 5 siyasi məhkumun edam üçün Kərəcin Qızılhisar həbsxanasına köçürülməsi zamanı baş verib. Başqa siyasi məhbuslar 5 siyasi məhkumun köçürülməsinə mane olublar. Həbsxanaya çağırılan xüsusi qüvvələr etirazçı məhbuslara hücum edib. Nəticədə bir neçə məhbus yaralanıb. Edama məhkum edilən Məhəmməd Təqəvi, Puya Qubadi, Vəhid Bəni-Ameriyan, Əli Əkbər Danışvərkar və Babək Əlipur hökumətə müxalif Xalq Mücahidləri Təşkilatına üzv olmaqda günahlandırılıblar. Qeyd edək ki, İranın müxtəlif bölgələrində 54 nəfər siyasi və təhlükəsizlik ittihamlarına görə edama məhkum edilib. Bununla yanaşı, siyasi ittihamlara görə həbs edilən daha bir neçə nəfərin də barəsində edam hökmünün çıxarılacağı gözlənilir. İsrailin keçmiş müdafiə naziri Benny Gantz İranın Amerika ilə danışıqları qəsdən uzatdığını və İsrailin İranın nüvə silahına sahib olmaması üçün hərəkətə keçməli olduğunu bildirib. Benny Gantz
Bu barədə özünün sosial media hesabında yazıb. İran rejimi danışıqları uzatmaqda mütəxəssisdir. İsrail dövləti İranın nüvə potensialını aradan qaldırmalıdır və bunu edə bilər. Böyük müttəfiqimiz Amerika ilə sıx əməkdaşlıq edərək yaxın şərqi dəyişməyin vaxtıdır. Rejim tərəfdarları və Sepaha bağlı Cavan qəzeti bildirib ki, Amerika ilə nüvə danışıqları getdiyi bir vaxtda İran ordusu hazır vəziyyətdə gözləyir və öz gücünü artırmağa davam edir. Döyüş meydanı diqqətdən kənarda qalmır. Əskərlərimiz ayıq-sayıq və tətikdədirlər. Onlar ordunun hərbi gücünü genişləndirməyə və artırmağa sadiqdirlər, deyə məqalədə bildirilib. Qəzet aparılan danışıqlarla bağlı isə İranın nə çox optimist, nə də çox bədbin olduğunu bildirib. Qeyd edək ki, danışıqların davam etdiyi zaman ərzində bir çox Amerika və İsrailli rəsmi və qeyri-rəsmi nümayəndələr İranın danışıqları nüvə silahını əldə etmək üçün uzatdığını bildirirlər. Sepaha bağlı bu qəzetin İran ordusunun öz hərbi gücünü genişləndirməyə və artırmağa sadiq olduğunu bildirməsi İranın nüvə silahını əldə etməyə çalışması kimi anlaşıla bilər. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Grossi İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gedib. İranın Xarici İşlər Naziri Abbas Arakçı 16 aprel tarixində Tehranda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi ilə görüşüb və bu görüş zamanı müzakirələr aparılıb. Arakçı sosial şəbəkə X hesabında bildirib ki, MAGATE-nin direktoru Grossi ilə səmərəli söhbət olub və yaxın gələcəkdə agentlik İranın nüvə məsələsinin sülh yolu ilə həllində açar rol oynaya bilər. Grossi da X hesabında Arakçı ilə görüşünün mühüm olduğunu yazıb. MAGATE ilə əməkdaşlıq İranın nüvə proqramının sülh xarakter daşıdığına dair etibarlı təminatlar verilməsi üçün zəruridir. Xüsusilə diplomatların son dərəcə vacib olduğu bir dövrdə. 2023-cü ilin dekabrında Türkiyədə saxlanılaraq İrana təhvil verilən məşhur reper Əmir Hüseyn Məqsudlu barədə edam qərarı verilib. Reper əxlaqsızlığı təşviq etməkdə, Peyğəmbəri və İslam müqəddəslərini təhqir etməkdə günahlandırılıb. Əskər Cahangirinin sözlərinə görə Əmir Hüseyn Məqsudlu barəsində çıxarılan hökmlə bağlı apellyasiya şikayəti verib və işinə ali məhkəmədə baxılır. Qeyd edək ki, bundan əvvəl qeyd olunan ittihamlara görə müğənni barəsində 10 il həbs qərarı çıxarılmışdı və o hazırda Tehran həbsxanasında həbs cəzasını çəkir. Donald Trump aprel ayında İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə Vaşinqtonun İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək planını dəstəkləməyəcəyini deyib. The New York Times bildirib, bu ayın əvvəlində Trump İsrailə Amerikanın hücumu dəstəkləməyəcəyi barədə məlumat vermişdi. O, ötən həftə Vaşinqtona səfəri zamanı baş nazir Netanyahu ilə məsələni müzakirə edib. Oval kabinetdə keçirilən görüşdə Trump Amerikanın İranla danışıqlara başlayacağını açıqlayıb. Nəşr iddia edir ki, İsrail may ayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırıb. Əvvəlcə İsrail baş nazirinin göstərişi ilə Vaşinqtona İsrail komandalarının yeraltı nüvə obyektlərinə basqını və İsraillərin Amerika təyyarələrinin də iştirak edəcəyini ümid edəcəyi bombardıman kampaniyasının birləşməsini nəzərdə tutan plan barədə məlumat verilib. Qəzet qeyd edib ki, Trump nüvə proqramını məhdudlaşdırmaq üçün Tehranla danışıqların xeyrinə bu planı dəstəkləməkdən imtina edib. Amerika administrasiyasındakı müzakirələr nəticəsində hələlik xüsusən də İran danışıqlara hazır olduğunu nümayiş etdirəndə hərbi əməliyyatlardan çəkindirmək barədə konsensus əldə edilib. Netanyahu, ABŞ və İran arasında razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşdığını bildirib. Məqalədə baş nazirin Trumpla görüşündən sonra iştirakı ilə daxil olmaq, obyektləri partlatmaq, bütün avadanlığı sökmə imkanı verərsə işləyəcək deyib. New York Times qeyd edir ki, Amerikalı həmkarları tərəfindən bloklanan Netanyahu bunun əvəzinə konkret hədəflərə qarşı gizli təxribat əməliyyatlarına və İranın nüvə alimlərinin öldürülməsinə yönəlib. Belə, hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.